Dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif riyaziyyat iş dəftərindən səhifə 42 və 43-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. Ümumiləşdirici tapşırıqlar 1. Sahə modelini istifadə etməklə bölmə əməlini yerinə yetir. 24.372 bölünsün 6. 24.000'i 6'ya böləndə 4.000, 366'ya böləndə 60, 12'ni 6'ya böləndə 2. 24.372 bölünsün 6 bərabərdir. 24.000 bölünsün 6, üstəgəl 360 bölünsün 6, üstəgəl 12 bölünsün 6 eləyəcək 4062. 2. Qisməti əvvəlcə təxmin et, sonra isə dəqiq hesabla. Böyük olan cavabı qeyd et. Aha. 2392-ni 8-ə bölək. 23, 8, 2, 2, 8, 16, 23'dən 16, 7, sonra oradaki 9 gəlir, 79'u 8'ə böləndə 9, 9, 8'də 72, 79'u 72, 7, o da 2, 72, 72, 8'ə 9, 9'u 8'ə 72, 72'də 72, 0. Cavab elədi burada təxminən 300. Çünki cavab, məsələn, burada 299'dur, ən yaxın 300'dür. Təxmin 300, dəqiq 399. Böyük olan cavab 300, yəni təxmin. Və 51.086 vurulsun 5, eləyəcək 255.430. Yuvarlaqlaşdıranda 250.000. Dəqiq isə 255.430. Sonra 4.135-i 5-ə böləndə 41-i 5-ə 8, 8-i 5-ə 40, 41-dən 41, o da 3, 13, 12, 5-ə 2, 2-ni 5-ə 10-un üstdən 10, 3, sonra 5 gəlir 35-i 5-ə 7, 7-nin 5-ə 35, 35-də 35, 0. Cavab elə 827, dəqiq 827, təxmini 800. 827 daha böyükdür. Sonra 37.906 vurulsun 7, eləyəcək 265.342. Yuvarlaqlaşdıranda 280.000, dəqiq isə 265.542. Ona görə də təxmini daha düzdür. Daha böyük yəni. Əzvərişli üsulla hesabla. Deməli, 397 vurulsun 8, eləyəcək 3176. Mötərizə 400 çıxılsın 3, mötərizə bağlanı vurulsun 8, eləyəcək 3200 çıxılsın 24, eləyəcək 3176. Cavab 3176. Sonra digərini mötərizə 3000 çıxılsın 5, mötərizə bağlanı bölünsün 5, bərabərdə 600 çıxılsın 1, eləyəcək 599. Digərini mötərizə 1600 üstəgəl 24, mötərizə bağlandı bölünsün 8 üstəgəl 200 üstəgəl 3, eləyəcək 203. Digəri 5 vurulsun 1312, eləyəcək 6560. 4 ifadələrin qiymətini asan üsulla hesabla. 3600'ü 8'ə bölərik, eləyər 450. 400'ü 8'ə bölərik 50. 450'nin üstünə 50 gəlir, eləyər 5. Sonra digərində B bərabərdir 2021 olduğuda 2 vurulsun 500 vurulsun 5 bərabərdir. Aha, neysə 2 vurulsun 5 bərabərdir 10, 2021 vurulsun 10, eləyəcək 2210, cavab 2210. 5 hesablama aparmadan 4984 bölünsün 7 əməlindən alınan qisməti 700-dən böyük olduğundan hansı misal yazmaqla izah edə bilərsən. 700 ilə 7-nin hasili 4900-dür. Burada 2 bölən 4900-dən böyük olduğuna görə başa düşürük ki, 4984-ün bölünsün 7'nin qisməti daha böyük olacaq. Uyğun qayda ilə qisməti 800-dən kiçik olduğunu izah et. 800 ilə 7-nin hasili 5600-dür. 4984 bu ədədlər kiçik olduğuna görə başa düşürük ki, qismət kiçik olacaq.
Keçək səhifə 43-ə. 6. Hesablama aparmadan qalqısız bölmə əməllərini müəyyən et və aşağıya al. Qalqılı bölməni yerinə yetir və cavabın doğruluğunu yoxla. 1815 3'ə böləndə qalqısızlar birinci, üçüncü, qalqısız ikinci ilə altıncıdan başqa hamısı qalıqsızdır. Digərləri, yəni 4143 bölünsün 6, bir də 6297 qalıqlıdır. Digərləri qalıqsızdır. Deməli 4143-ü 6-ya böləndə 41-i 6-ya 6, 6-nı 6-ya 36, 41-dən 36 5, 5-dən 5 54 da gəlir. 54-də 6-ya 9, 9-u 6-ya 54, 54-dən 54 0. Oradan da 3 gəlir. 3 də qalıq olur. Çünki yəni cavab elədi 360. 3-ü bölə bilmədiyimiz üçün bura 0 yazılır qismətə. Sonra həm də yoxlayırıq. 690-ı 6-ya vuranda 4140, 4140-ın da üstünə 3 gələndə 4143. Sonra 6297-ni 9-a böləndə 62-ni 9-a 6, 6-nı 9-a 54, 62-dən 54 8, 8 sonra 89, 89-u 9-a böləndə 9, 9-u 9-a 81, 89-dan 81 7, o da 7-yə 8-yə, oradan da 7 gəlir 87-nin 9-a 9, 9-dan da 9, 9-a 81, 87-dən 81 6 qalıq eləyir. 699-u 9-a böləndə 6291, 6291 üstə gəlir 6, 6297 eləyir. 7 bir kompüterin satışından 168 manat qazanc əldə olunur. Mağazada 6 belə kompüterin satışından 1230 manat qazanc əldə etmək planlaşdırıldı. Bunun üçün bir kompüterin satışından əldə edilən qazancı neçə manat artırmaq lazımdır? 1230-u 6-ya böləndə 205, 205-dən 136-nı çıxanda 37, cavab 37. 8. Lalənin hər birində 150 stiker olan 3 qutu stikeri var. Ananın stikerlərinin sayı bundan 2 dəfə çoxdur. Saminin stikerlərinin sayı Lalə və ananın stikerlərinin ümumi sayının yarısına bərabərdir. Uşaqların cəmi neçə stikeri var? Lalə 150 vurulsun 3 eləyir 450. Anar 450 vurulsun 2 900. Samir mötərizə 450 üstəgəl 900. Mötərizə bağlandı bölünsün 2 eləyəcək. 675. 450 üstəgəl 900 üstəgəl 675 eləyəcək. 2025 cavab 2025. 9. Elxan dərsləri ilə gün ərzində 145 dəqiqə, kiçik qardaşı isə ondan 55 dəqiqə az məşğul olur. Bu qayda ilə Elxan bir həftədə dərsləri ilə qardaşından neçə dəqiqə çox məşğul olar? Məsələni 2 üsulla həll et. Deməli, birinci üsul 145-dən 55-i çıxarıq 90, 145-dən 90 çıxarıq 55, 55-i 7-yə vuraq 385. Digər üsul isə 145-dən 55-ini çıxarıq 90, 145 vurulsun 7 çıxılsın 90 vurulsun 7 bərabərdir 1015 çıxılsın 630 eləyəcək 385. Cavab 385. Belə dostlar, bugün də sizə tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizdə oldu. Əgər bəyəndinizsə videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.